Əziz abituriyentlərimiz, blok 2-ci şans imtahanına hazırlıq üçün əvvəlki qəbul imtahanlarına düşən bu iki qəbul imtahanlarına uyğun olan mövzulardan seçmə suallar qarşınızdayıq. Həmin sualların həllinə aid bir neçə nümunə göstərəcəyik. Deməli, birinci sualımız belədir. Y bərabər 3 minus x bölünsün x plus 3 minus 1 funksiyasının qrafikinə x0 mənfi 2 nöqtəsinə çəkilmiş toxunanın tənliyini yazın. Toxunanın tənliyi dediyi, demək ki, əvvəlcə düsturu yadımıza salaq. Y bərabər fx0 plus f'(x0), yəni törəməsinin x0 qiymətində qiyməti vurulsun x minus x0 şəklində olur. Edəcəyimiz nədir? Birinci, x0-ın qiymətini hesablayaq. x0-ın öz qiymətini yerinə yazsaq f mənfi 2 olur. 3 minus mənfi 2, mənfi 2 plus 3 minus 1. 5 bölünsün 1 minus 1 bərabər olacaq 4-ə. Ardınca törəməni tapaq. Törəməni tapdıqda, deməli, 3 minus y bölünsün x plus 3 minus 1 ifadəsini bir qədər sadələşdirsək, məxrəcə x plus 3 yazsaq, sürətdə 3 minus x minus x minus 3 şəklində yaza bilərik. 3'lər islah olacaq. Mənfi 2x bölünsün x plus 3 olur. İndi edəcəyimiz nədir? Nisbətin törəməsini tapmaq. Nisbətin törəməsinin tapılma qaydası da belədir ki, mənfi 2x bölünsün x plus 3'ün törəməsi bizə verəcək. Mənfi 2'nin törəməsi mənfi 2 vurulsun məxrəc, yəni x plus 3 minus mənfi 2x artı plus olacaq vurulsun. X plus 3'ün törəməsi, bu da bizə 1 verir. Məxrəcdə isə x plus 3'ün kvadratı olur. Bu ifadəni sadələşdirsək, mənfi 2x, mənfi 2'ni 3'ə vursaq, mənfi 6 qalacaq. Mənfi 2x ilə müsbət 2x'in cəmi 0 edir. Məxrəcdə isə x plus 3'ün kvadratı olur. Bu ifadədə x0 yerinə mənfi 2 qiymətini yazsaq, olacaq mənfi 6 böl mənfi 2 plus 3'ün kvadratı. Bu da bizə verəcək cavab mənfi 6'nı. Ardınca tənliyin özünü hesablayaq. Fx0'ın qiyməti var 4, f'(x0'ın qiyməti var mənfi 6, vur x minus x0'ın qiyməti mənfi 2'dir, olacaq müsbət 2, mənfi 6x minus 12 plus 4 bizə verəcək mənfi 6x minus 8, yəni B variantı. Keçən növbəti sualımıza modul olan ifadənin sadələşdirilməsidir. 2 üstü x-in qiyməti 14'ə bərabərsə, x-in qiyməti loqaritma 2 əsasdan 14 olur. Loqaritma 2 əsasdan 14 ifadəsi loqaritma 2 əsasdan 8'dən böyük, yəni 3'dən böyük. Loqaritma 2 əsasdan 16'dan kiçik, yəni 4'dən kiçikdir. Demək ki, bu ifadənin yerinə x yazsam, x-in qiyməti 3 ilə 4 arasında yerləşir. 3 üstü y 22 qiymətinə bərabər olsa, y-in qiymətini tapanda loqaritma 3 əsasdan 22 yazırıq. Loqaritma 3 əsasdan 22 isə loqaritma 3 əsasdan 9, yəni 2'dən böyük. Loqaritma 3 əsasdan 27, yəni 3'dən kiçikdir. Demək ki, y-in qiyməti də 2 ilə 3 arasında yerləşir. İndi baxaq bizim ifadəmizə. Bizim ifadəmizdə x minus 3, x-in qiyməti 3'dən böyükdür. Demək ki, böyük ədəddən kiçik ədəd çıxsam müsbət olur. Modul daxil müsbət olduğuna görə modulu sadələşdirəndə olduğu kimi yazırıq. Minus x-in qiyməti 3'dən böyük ədəd, y-in qiyməti 3'dən kiçik ədəd olduğuna görə böyük ədəddən kiçik ədəd çıxsam müsbətdir, modul daxili müsbətdir. Ona görə modulu asanda olduğu kimi yazacağım. Minus x minus y, mənfi y daha doğrusu hasilləri müsbət edəcək. Müsbət y olur. Üzərinə əlavə edirəm. Y-in qiyməti 3'dən kiçik olduğuna görə 3'dən kiçik ədəddən 5'i çıxsaq, yəni kiçik ədəddən böyük ədəd çıxsaq, işarəcə mənfi olacaq. Modulun daxili mənfi olduğuna görə modul açılışını yazanda verilən ifadənin yerləri dəyişir. 5 minus y olacaq. İndi isə ifadəni sadələşdirək. X-ların fərqi 0, y-lərin fərqi 0, 5 ilə 3'ün fərqi isə bizə 2 verir. Doğru cavabımız D variantı edir. Diqqətinizə görə təşəkkür edirəm. Suallarınız olduqda rəy bölməsinə yazıb soruşa bilərsiniz. Növbəti suallarımızın izahlarında sizə uğurlar deyirik.